Salam əziz şagirdlər, bu dərsimizdə mövzu sınaq 11-in suallarına baxacaq. Birinci sual, Şirvanşahlar dövlətinə aid deyil. Şamaxı paytaxt şəhərə çevrilməsi aiddir. Orta əsrlərdə yaranıb aiddir. Gülüstan qalasına sahibdir və Qızılbaşlar da onu mühasirəyə alıb. Şeyx İsmail mövzusunda var. Bayandurlu ilə də müttəfiq olub. Dərbənd qalasını inşa edə bilməz, çünki Dərbənd qalası Şirvanşahlardan əvvəl də var idi. Biz 20-ci mövzuya baxsaq görərik ki, Dərbənd qalası hətta ərəblərin Azərbaycana hücumundan əvvəl də artıq inşa edilmişdir. İkinci sual, Eldənizlər dövləti ilə Səfəvilər dövlətinə aid oxşarlıq. Deməli, Şirvanşahlarla dost və müttəfiq olmaq xeyir. Hökmdarları sultan titulu daşımaq Səfəvilərdə zaten şahdır hamısı olmaz. Amma Eldənizlərdə hökmdarlardan birində sultan titulu var, yəni oxşarlıq deyil. Doğru cavab C-dir. Bəli, Kürdən şimaldakı Azərbaycan torpaqlarını əhatə etmək. Zaten bu iki dövlətimiz Azərbaycanı birləşdirib. Əgər Azərbaycanı birləşdiribsə, bu o deməkdir ki, Azərbaycanın bütün torpaqlarını əhatə ediblər. Fərqi yoxdur. Kürdən şimal olsun, Kürdən cənub, Arazdan şimal. İstənilən halda hər ikisi Azərbaycanı birləşdirdiyinə görə burada doğru cavab C-dir. Üçüncü sual, Səfəvilər dövləti adından fərqli olaraq 17-ci əsrdə mövcud olub, bir də Azərbaycan dilini dövlət dili elan edib. 2 ilə 3 oxşarlıqdır. Hər iki dövlətin doğru cavab deməli Y-dir. Dördüncü sual, deməli, Manna Atropaten Albaniyadan heç birinə aid deyil. Eradan əvvəl 1-ci minilliyin birinci yarısında Manna yaranıb, yadelli hücumdan hamısı məruz qalıb, əhalisi puldan istifadə edirdi, deməli, Atropaten Albaniyada istifadə edirdi. Kür çayından şimaldakı torpaqları əhatə edirdi, bu Albaniyaya aiddir. Burada doğru cavab D-dir, Xəzər dənizindən şərqdə yerləşirdi, xeyr. Şərq olmaz, Xəzər dənizindən qərbdə yerləşirdi bu dövlətlərimizin hamısı. Ümumiyyətlə, Azərbaycan dövlətləri, Azərbaycan özü Xəzər dənizinin qərbində yerləşir. Beşinci sual, uyğunluq pozulmuşdur. İlk yaşayış məskənləri yaranmışdır daş dövrünün sonlarında. Elə doğru cavab budur. Niyə? İlk yaşayış məskənimiz zaten Azıq mağarasıdır. O da daş dövrünün sonları yox. Burada da var zaten. Daş dövrünün əvvəllərinə aiddir. Ona görə doğru cavab A-dır. Üzr istəyirəm. Deməli, 6-cı sual, uyğunluq gözlənilmişdir. Bu dəfə Əfşar dövləti yaranmışdır. Qalibiyyətli müharibə nəticəsində xeyir, yanlışdır. Çünki qurultay nəticəsində yaranıb. İkinci Təhmasibin dövründə Çar Rusiyası işğal etdi. Səfəvi dövləti ərazilərinin bir hissəsini. Bəli, burada uyğunluq pozulmuyor. Bu doğru bir ifadədir. Biz bilirik ki, Şərqin son Fatih mövzusundan bilirik ki, 18-ci əsrin əvvəllərində Səfəvilər zəifləyir və Təhmasibin dövrüdür. O dövrdə ikinci Təhmasiblə birinci Təhmasibi də qarışdırmayaq. O dövrdə də deyir ki, Əfqanlar, Çar Rusiyası və Osmanlı Səfəvlərin bir sıra ərazilərini işğal etmişdilər. Sonradan Nadir xan başçılığı ilə bu torpaqların hamısı geri qaytarıldı. Ona görə də burada cavab B-dir. Digərləri yanlışdır. Səfəvilərin ilk siyasi mərkəzi Təbriz olub. Səfəvilər dövlətinin yazır, olmaz. Muğan qurultayını Nadir xan çağırıb, Nadir şah yox. Şah İsmail ilk və sonuncu döyüşü çaldıran olmuşdur. Bu da yanlış. Çünki ilk döyüşü, təbii ki, Şah İsmailin çaldıran döyüşü ola bilməz. 1514-cü ilə qədər o ərazini bilirsiniz ki, geniş bir ərazili imperiya çevrilib və onu çevirərkən də xeyli döyüşlər keçirib. Onlar hamısı bizim kitaba baxanda izləmək mümkündür. Doğru cavab deməli burada B olur. 7-ci sual Səfəvilər dövlətinə aiddir. Osmanlılarla həmsərhəd olması, bəli. Təbriz şəhərinin Ağqonların əlindən alınması onda hələ Səfəvilər dövlət deyil idi. İsmail də şah deyil idi. Çar Rusiyası tərəfindən işğal edilməsi torpaqların bir hissəsi bayaq da dediyimiz kimi bəli 18-ci əsrdə olub. Azərbaycan torpaqlarını ilk dəfə birləşdirmək olmaz. Qarabağ bəylərbəyliyi onun tərkibinə daxil olub. Bilirik ki, Səfəvilər dövləti vilayətlərə bölünürdü və o vilayətlər bəylərbəyliklər adlanırdı. Onlardan biri də Qarabağ bəylərbəyliyi idi. Dolayısıyla 1-3-5, yəni B cavabı doğru cavab. Deməli, 8-ci sual, 15-ci əsrin sonu, 18-ci əsrin ortaları hər iki dövr Azərbaycanda çəkişmələr dövrü kimi xarakterizə etmək olar. Ona görə də burada bəli, doğru cavab B-dir. Ayrı-ayrı hakimlərin özbaşınalığı və bir-biri ilə müharibələrini göstərmək olar. 18-ci əsrin ortalarında xanlıqları nəzərdə tuturuq. 15-ci əsrin sonlarında isə Ağqoyunlu Şirvanşahların Səfəvilərlə mübarizəsini nəzərdə tuturuq və Ağqoyunun daxilində olan çəkmələri nəzərdə tuturuq. 9-cu sual, Səfəvi Ağqoyunlu dövlətlərinin heç birinə aid deyil. Şərq ölkəlinə yürüş edib, ikisi də edib. Uğurlu hərbi qələbələr nəticəsində ikisi də yaranıb. Böyük bir imperiya çevrilib, əslində ikisi də çevrilib. Xüsusən Səfəvilər bilirik bunu. İntibah mədəniyyət dövründə mövcud olub, heç biri mövcud ola bilməz. Ona görə də bu heç birinə aid deyil. Misir dövləti ilə hər ikisi qonşu olub. İntibah dövrü uşaqlar 11-12-ci əsrləri əhatə edir və Səfəvi dövləti də, Ağqoyunlu dövləti də o dövrdə təbii ki, olmayıb. 10-cu sual, 12-ci yüzillikdə Azərbaycanda baş verməmişdir. İqtisadiyyat və mədəniyyət zəifləməsi, bəli, elə doğru cavab A-dır. Tam tərsinə iqtisadiyyat və mədəniyyət zəifləməyib, inkişaf edib, tərsinə inkişaf edib. Eldənizlərin dövründə Azərbaycan mədəniyyəti də, iqtisadiyyatı da təbii ki, sürətli şəkildə inkişaf edib.
Gəldik 11-ci suala. 11-ci sualda deyir ki, deməli, uyğun kəskinmə nöqtələrini tapmaq lazımdır. Demək, baxırıq burada 3 Eldənizlər, 3 Qəbələ Eldənizlərin paytaxtı ola bilərmi? Xeyr. Bakı ola bilərmi? Xeyr. Yəni 3, 5 bunların heç birisi ola bilməz. Təbriz 2 Ağqoyunluların paytaxtı ola bilərmi? Bəli, cavabdan biri doğrudur, biri budur. Albaniyanın paytaxtı Qəbələ ola bilərmi? Bəli, biri də budur. Buradan da baxırıq Naxçıvan 4 Şirvanşahların paytaxtı ola bilərmi? Xeyr. Ona görə 1, 2, yəni C cavabı doğru cavabdır. Davam edirik. 12-ci sual. 16-cı yüzillikdə Azərbaycanda baş verməmişdir. Şirvanşahlar ilk dəfə hala salınması elə doğru cavab A-dır. Şirvanşahlar ilk dəfə sacilər asılı hala salıb. Uşaqlar onu bilirsiniz. Bu da hardasa təxminən 10-cu əsr eləyir və ona görə də burada söhbət də elə ondan gedir ki, 16-cı əsr olmasın. Digər hadisələr, burada yazılanların hamısı 16-cı əsrdə baş vermiş hadisələrdir. 13-cü sual mətn sualıdır. Mətndə Səlcuqlardan danışır və mətni oxusaq anlayırıq ki, Səlcuqların dövründə nələr baş verdi, yəni ümumi olaraq müsbət şeylər nələr oldu və cavabları oxuyuruq. Səlcuqların gəlişi ilə Azərbaycanda dövlətçiliyə son qoydu. Xeyr. Niyə? Çünki Şirvanşahlar mövcud olmağa davam etdi. Düzdür, asılı hala düşsələr də demək ki, dövlətçiliyimizə son qoyulmayıb. Azərbaycanda mövcud olan dövlətlər süquta uğradıldı. Bir daha deyirəm, Şirvanşahlar digər dövlətlərimiz var idi orada. Onlar süquta uğradılsa da Şirvanşahlar süquta uğradılmayıb. Ona görə də bu da yanlış olur. Azərbaycan əhalisi İslam dinini zaten qəbul etmişdi 7-ci əsrdən. Ölkənin müdafiə qabiliyyəti zəifləmədi, tam tərsinə artdı. İqtisadiyyat tənəzzül etmədi, inkişaf etdi. Bu da yanlış. Bəli, doğru cavab yedir. Səlcuqların gəlişi nəticəsində Azərbaycanın Səlcuq imperiyasının tərkibinə qatılması nəticəsində siyasi sabitlik, iqtisadi inkişaf və mədəni həyatda çiçəklənmə dövrü başladı. Bunu da biz bilməliyik. 14. Deməli, sxemi doğru tamamlamaq lazımdır. Səfəvilər dövlətinin 16-cı əsr hadisələri verilib. Bizə lazımdır 18-ci əsri tapaq. 18-ci əsrdə Səfəv-Osmanlı müharibələrinin əsası qoyula bilməz. Çünki Çaldıranla başlayır. Bu 16-cı əsrdir. Ona görə olmaz. Avropa dövlətləri ilə ilk diplomatik əlaqələrini də 16-cı əsrdə qoyub olmaz. Rusiya-Osmanlı dövlətlərinin işğal etdikləri bölgələrdən çıxarılması bəli, doğru cavab budur. Bilirik ki, Nadir xanın başçılığı ilə Rusiya və Osmanlı 18-ci əsrin əvvəllərində bəzi ərazilərimizi tutmuşdu və bunun hamısı təzədən Nadir xan tərəfindən o torpaqlardan demək həmin qüvvələr çıxarılır və sonra da qurultay keçirilir. Bunu biz bilirik. Şərqin son Fatihə mövzusundan. Ona görə doğru cavab C-dir. 15-ci sual. Şəmsəddin Eldənizlə Yusif Sacıoğlu'nun oxşarlığı nə ola bilər? Azərbaycanda yeni bir dövlətin əsasını qoyublar. Bəli, ikisi də yeni bir dövlət yaradıb. Yox, estağfurullah, Yusif Sacıoğlu'dur bu. Təbii ki, mən qarışdırdım. Qara Yusiflə qarışdırdım bir anlıq. Yeni bir dövlətin əsasını qoymaq bu yanlışdır. Niyə? Çünki Yusif Sacıoğlu Sacilər dövlətinin ən məşhur hökmdarıdır, qurucusu deyil. Amma Şəmsəddin Eldəniz qurucudur. Şirvanşahlar bu fərqdir. Şirvanşahlar dövlətini asılı hala salmaq, bəli, bu birinci oxşarlıq budur. İkisi də Şirvanşahları asılı hala salıb. Ərəb xilafətinin zəifləməsi nəticəsində müstəqillik qazanmaq, bu da heç bir aidiyyəti yoxdur. Bütün Azərbaycan torpaqlarını vahid dövlət tərkibinə birləşdirmək, bəli, Azərbaycanı birləşdirən iki hökmdardan, hər ikisi iki hökmdar sayılır, deməli Azərbaycan hökmdarı sayılır ki, ikisi də neyniyib, Azərbaycanı birləşdirib və Azərbaycan torpaqlarını yadelli hücumlarına son qoymaq, bu da mümkün deyil. Çünki bir müddət son qoya bilərlər, amma sonradan bilirik ki, Azərbaycan yenə də yadelli hücumlarına məruz qalıb. Ona görə də doğru cavab burada 2-4-dür. 2-4 nədir? C cavabıdır. Davam edirik. 16-cı sual. Deməli, Əfşarlar dövlətinə aid olan xüsusiyyətləri müəyyən edin. Böyük Moğol imperiyası ilə mübarizə aparıb, bəli, aparıb. Nadir Şah bilirik ki, Hindistana yürüş edib zaten. Bir, olar. Cənub xanlıqlarını öz tərkibinə qatmışdı. Xeyr, Əfşarlar dövründə xanlıqlarımız yox idi. Xanlıqların olması üçün Əfşarlar süqut eləməlidir, parçalanmalıdır daha doğrusu. Azərbaycan torpaqlarını Rusiya və Osmanlı işğalına azad etmək, bu da qurultaydan əvvəl olub, Nadir xanın dövründə olub. Ona görə də bu da olmaz. 18-ci yüzillikdə mövcud olmuşdu, bəli. 1 ilə 4, yəni ki, D cavabı doğru cavabdır. 17-ci sual, cədvəldəki doğru fikirləri müəyyən edək. Ox və kaman ixtirası ilə heyvanların əhəlləşdirməsinə şərait yarandı mı? Bəli, bu doğru ifadədir. Daş dövrünün ortalarında insanlar misdən istifadə edə bilməz. Daş dövrünün sonundan başlayıblar misdən istifadə etməyə. Əkinçilikdə xışdan istifadə etməklə məhsuldarlıq azaldı mı? Xeyr, artdı. Və dördüncü cavab da doğrudur. Dəmir alətlərin tətbiqi təsərrüfatın daha da inkişaf etməsinə təbii ki, şərait yaratdı. 1-4 A cavabı doğru cavabdır. 18-ci sual, 15-ci yüzilliyin sonlarında Ağqoyunlu dövlətinin tarixinə aid hadisələri müəyyən etməliyik. Birinci növbədə hakimiyyət uğrunda mübarizə gedirdi. Sonra Səfəvlərə qarşı Şirvanşahlarla ittifaqa girilmişdi. Bunu Şeyx Heydərdə görürük. Baharlı sülaləsi yox, Bayandurlu sülaləsi tərəfindən idarə olunurdu.
Təbriz şəhərinin qızılbaşlar tərəfindən tutulması 16-cı əsrdə baş verib. Osmanlı dövləti tərəfindən süquta uğradılması, bu da yanlışdır. Səfəvilər tərəfindən süquta uğradılıb zaten. Ağqoyunlu dövləti. 1-2, yəni A cavabı doğru cavabdır. 19-cu sual, deməli, Xürrəmlər hərəkatına aid deyil, vətənimizin azadlığından mübarizə aparırdılar. Ərdəbil yaxınlığında Bəz qalası iqamətgah idi. Xəlifənin Azərbaycandakı hakimiyyətinə böyük zərbə vurulmuşdu. Afşinin Ərəb xilafətinə rəhbərlik etdiyi dövrdə bu təbii ki, doğru cavab budur. Niyə? Çünki Afşin Ərəb xilafətinə rəhbərlik edə bilməz. O sadəcə bir sərkərdə idi. Və Y cavabı da Xürrəmlərə aiddir. Xilafətin xeyli sayda ordusunu məğlub etmişdilər. Deməli, 20-ci sual, müdafiə və mühafizə məqsədi ilə inşa edilən qalalara aid deyil. Qız qalası təbii ki, qalaların hamısı, bax, fikir versiniz, qala, Gövur qala, Əlincə qalası. Zaten adından bəlli olunur ki, burada qalalar nə üçündür? Müdafiə üçündür. Burada Pirsad xanəgahı da bilirsiniz ki, məbəd ətrafında yaranmış qalalardan sayılır. Qalalar mövzusunda var, o bilirsiniz. O da dolayısıyla müdafiə üçündür. Amma Möminə Xatun türbəsi təbii ki, deyil. Adından da hiss olunur türbə. Ona görə də bu Möminə Xatun türbəsi bilirsiniz də, Möminə Xatunun üçün nəzərdə tutulub Şəmsəddin tərəfindən göstəriş verilir ki, onun xatirəsinə əbədiləşdirmək üçün, belə deyək, inşa edilsin və türbə əslində nədir? Ölmüş şəxsin üzərində inşa edilmiş bir tikili sayılır. O, təbii ki, müdafiə üçün nəzərdə tutulmayıb. Doğru cavab D-dir. Gəlirik 21-ci suala və sonuncu qapalı sualımız. Cədvələ əsasən Nadir Şaha aid doğru fikirləri müəyyən edin. Daxili siyasət hissəsinə baxırıq. Bəzi vəzifələr ləğv etməsi, vergi işini qaydaya salması, bəli, bu daxili siyasətidir. Vilayətləri özünə sədaqətli hesab etdiyi adamlar təyin etməsi, bu da var. Rusları və əfqanların ölkə arasından çıxarılması ümumiyyətlə bu Nadir xana aiddir və xarici siyasətdir. Xarici siyasət hissəsinə baxırıq. Paytaxt Məşhəd olması olub, amma bu xarici yox, daxili siyasətdə olmaz. Səfəvilər dövlətinin süqutu uğradılması, bu da olmaz. Qurultay nəticəsində süqutu uğrayıb Səfəvilər və Hindistana və Mərkəzi Asiyaya yürüş etməsi, bəli, bu xarici siyasətidir, bu doğrudur. Ona görə də 1, 2, 6, yəni B cavabı doğru cavabdır. Gəldik açıq suallarımıza. Deməli, 22-ci sual Azərbaycan xilafətinin hakimiyyət dövründə baş vermişdir. Yəni 7-9-cu əsrlərdə baş vermişdir. Bəz qalası üsyançılar mərkəzinə çevrilib. Dərbənd qalası Sacıoğullar tərəfindən təmir edilə bilməz. Bundan ötürü Ərəb xilafətinin tərkibindən çıxmalıyıq. O da olmaz. Deməli, İslam dini meydana gəlməsi Azərbaycanda baş verməyib. Çünki burada Azərbaycanda istəyir. İslam dini Ərəbistanda meydana gəlib. Bu da olmaz. Əhalidən alınan vergilər artırılmışdır. Bəli, zaten Xürrəmlər üsyanının səbəblərindən biri vergilərin artırılmasıdır. 1-4. Deməli, 1-4 doğru cavabdır. Gəlirik 23-cü suala. Bu xronoloji ardıcılığı tapmaq lazımdır. Saldıran döyüşü bilirik ki 1514-cü ildir, yəni 16-cı əsrdir. Sara Xatun 2-ci Mehmet ilə 15-ci əsrdə danışıqlar aparıb. İsmailin başçılığı ilə Səfəvilər Təbrizi tutub 1501-ci ildə. Kitabda olmasa da biz bilirik ki, bundan sonra zaten dövlət yaranıb. Yəni ona görə də bu 16-cı əsr əvvəlləri yazaq. Sonra Səfəvi dövlətinin yaranması, bəli, Səfəvi dövlətinin yaranması üçün artıq burada məntiqdən istifadə etməliyik. Təbriz tutulmalıdır ki, İsmail özünü şah elan etsin və Səfəvilər dövləti yaransın. Amma birinci burada 15-ci əsr hadisəsini götürürük, yəni 2-ni götürürük. Ondan sonra İsmail Təbrizi tutmalıdır, 3, sonra Səfəvilər yaranmalıdır və nəticədə sonradan sonda Çaldıran döyüşü baş verməlidir. Ona görə də 2, 3, 4, 1 olmalıdır. Gəldi 24-cü suala. Burada bizdən xəritə sualıdır. Əvvadilərin paytaxt şəhərini istəyir, Azərbaycanın taxt adlanan şəhəri istəyir. Biz bilirik ki, bu Təbrizdir, yəni 4 ilə işarələnmiş şəhərimizdir, Urmiya gölü yaxınlığında olan. Cavab 4. Və 25-ci suala gəlirik. Uyğunluğu müəyyən edin sualıdır. Deməli, Bərdə, Təbriz, Dərbənd, Ərk qalası yerləşir Təbrizdə. Deməli, 10-cu əsrin 40-cı illərində Rusların hücumuna məruz qalıb Bərdə, ərəblər tərəfindən qapılar qapısı adlanırdı Dərbənd. Məncə çətin sual deyil. Burada da belə olur cavab deməli. Beləliklə bu dərsimiz başa çatmışdır uşaqlar. İnşallah qısa müddət ərzində mövzu 12-nin də, mövzu sınaq imtahanı 12-nin də inşallah sualların izahını göndərəcəm sizə. Sağ olun, gələn dərslərimizdə görüşənə qədər salamat qalın.